Salam, hər vaxtınız xeyir olsun. Mən bu videoya rəngarəng qış hazırlıqlarımla gəldim. Gördüyünüz kimi rəngi ilə, görünüşü ilə qışda içilməyə tam hazırdılar. Kənddə qış tədarükü hazırlamaq biraz zəhmətlidir. Günün istisində ağacdan özümüz yığırıq meyvələri, amma mənə görə zəhmətli olsa da ən gözəl yanı meyvələri ağacdan yığdığımız hissədir. Aşağı hissələrində meyvə dərilib yeyilmiş olsa da, axırki qış üçün meyvəmizi yığa bildik. Təbiətin bu gözəlliyini sizlərlə bölüşmək istədim. İnşallah bəyənərsiniz. Burada əsas qış hazırlıqlarını çəkmişəm. Qış hazırlıqlarını da 2 günə bitirdim. Burada isə 2 günə çəkdiklərimi bir araya yığmışam. Gündəlik gördüyüm işlərdən çox çəkmədim. Burada isə mən gözəl qıpqırmızı yetişmiş gilaslardan yığmağa başladım. Burada üzü axşam olur, gün batmaq üzrədir. Biz isə meyvələrimizi yığmışıq, evimizə geri gəlirik. Bu arada çöldən yığırdıq, yəni kənddən, həyətimizdən deyil. Evimizə gəldik. Mən axşama yemək hazırlamamışdım, tez yemək hazırlamağa başladım. Kənd cücəsi hazırladım, yay yeməyi olaraq sulu, pomidorlu, biberli, bir də tərəvəzlər qızartdım. Yeməyi yedik, indi isə pendir mayalamışdım. Onu doğrayıb, duzlayıram, qaba yığıram. Sabaha qədər, burada axşamdır, sabaha qədər duzda öz suyu çıxacaq. Sabah üzərinə su əlavə edəcəm. Torbadan çıxardıb pendiri belə tez qaba yığdığımız zaman daha çox pendir tutur qab. Bu pendiri isə bacımın sifarişidir, bacım istəyibdir, ona yığıram. Ona görə çox tutsun deyə belə etdim. İnşallah yaxşı çıxar, bəyənərlər, ağız dadı ilə yesinlər. Burada isə bir balaca yer qalmışdı, onu oraya pendir yerləşdirməyə çalışdım. Axır ki, tapdım bir balaca pendir, yerləşdirdim. Burada ağzını bağladım qabın. Burada isə sabah açıldı. Başladım yenidən qış hazırlıqlarına davam etməyə. Burada gilas yudum. Burada əslində mən işə çoxdan başlamışam, yəni sabah çoxdan olubdu mənim üçün. Amma burada əriyi yumuşam, o hissəni çəkməmişəm. İndi isə ət maşınından çəkirəm. Mən birinci ərik cemini hazırladım. Sonra ərik şirəsi üçün, nektar üçün ət maşının lap kiçik gözündə çəkirəm. Qazana töküb qaynadırım, üzərinə də su əlavə eləyirəm, elə hazırlayıram. Hərə bir cür edir, yəni mən elə edirəm, bilmirəm. Mənim üçün belə hasant olur. İçənlər də bilir ki, yəni pis olmur, yaxşı olur, qabıq içində olsa da qəşəng olur. Amma çiğitli olan meyvələri bircə tökürəm qazana, qaynayır, sonra aş üzərindən yəni süzürəm. Cemimiz hazırdır, bankaya yığmışam. Bir də bizim kənddə içməli su evlərə gəlmir. Ona görə gərək gedib bulaqdan gətirəsən. Bəs məni izləyən izləyicilərim, siz hansı kənddənsiniz? Sizdə də belədirmi? Bulağa mı gedirsiniz, yoxsa elə evə mi gəlir suyunuz?
Burada mən 13 kilo yarımla əriyin cemini hazırlamışdım. 13 kilo yarım əriyə 4 kilo pesok tökmüşdüm. Bilmirəm çox tökmüşəm, az tökmüşəm. Mən böyüklərimdən elə eşitmişəm ki, 10 kilo cemə nə olursa da hazırlayırsansa 10 kilo cemə 1 kilo pesok tökürsən. Mən də 10 kilo 1 kilo, 3 kilo yarıma da 1 kilo pesok tökmüşəm. 4 kilo yəni pesok tökmüşəm. Çox qəşəng də cemi çıxmışdı. Bəlkə tam istədiyim kimi. Burada cemlə yekunlaşdım, amma hələ yəni kompotum şirələrim tam hazır deyil. Cemin yeyilməsi adama xoş gəlir, amma çox əziyyətlidir. Burada mətbəxdə hər yer batdı, pık atırdı. Hər yerə töküldü, dağıldı. Axırda apardım plətədə illədim. Orada da əlimi də yandırdım. Yayın istisində qoluma belə qalın kütüpə geyindim. Onunla yenə də düşürdü. Adamın qoluna yenə açıq hissələrinə dəydikcə başlayırdı yanmağa. Aş yemək istədiyini söylədi. Axır ki, mən də hazırlamalı oldum. Bizdə aşı uşaqlar sevsələr də, böyüklər sevmirlər. Ən bəyənmədiyim işlərdən biri də ki, evdə bir yeməyi biri bəyənib, biri bəyənməməyidir. Çünki onda məcbur olub 2 cür yemək hazırlamaq məcburiyyətində oluram. Burada mən tərəvəzləri, istotu, sarkök, qırmızı biber belə töküb qarışdırıram bir qabda. Sonra kotletin yenə ətin üzərinə əlavə edirəm. Kotletləri də böyük etdim. Fikirləşdim ki, balaca etməyə gərək yoxdur. Kotletə də ət, bir balaca kartof və bir dolu xörək qaşığı bulgur tökdüm. Üzərinə bulgurun ayrı qabda suya qoydum, isti su töküb. Ondan sonra ətin üzərinə əlavə elədim və belə kotlet halına gətirib belə düzdüm. Hər şeyi sonra tüfəqləyə verirəm. Mənim üçün belə asan olur tüfəqdə bişən yeməklər. Burada öz üçün tüfəqdə bişir, mən isə işimi görürəm. İçindən isə keçən üzüm basdırdığım zəfərandan tökürəm.
yağı üzərinə əlavə etdikdən sonra belə qarışdırıram ki, zəfəran olan hissələr hər yerinə getsin, yəni hər yeri sarı olsun. Mənim sarı aşdan xoşum gəlir, onda qəşəng görsənir aş. Ona görə belə edirəm. Burada biraz gözləyirəm, aş yağda belə dəm alır. Ondan sonra şüydünü əlavə eləyirəm və sonra şüydlə birgə dəm alır. Ondan sonra isə nuş edirik. Burada yağış yağmışdı. Mən içəri ona görə keçmişdim. Bankaları yuyasıydım, yuya bilmədim. Dedim onda gedim içəridə işimi görüm. Çıxanda gördüm göy qurşağı çıxıbdı. Göy qurşağı yəni getə-getdə idi. Axır anında çatdım. Elə onu da çəkib sizlərlə paylaşmaq istədim. Bəlkə də yaxşı görsənmirdi. Burada isə çıxdım, bankaları yudum, yığdım stolun üzərinə. Başlayıram gilası doldurmağa. Ərik nektarı da qaynayır, hazırdır. Onu da üzərinə, bu bankaların üzərinə qaynar su töküb tökürəm, yəni yaxalayıram qaynar su ilə, qaynamış su ilə. Ondan sonra başlayıram nektarları üzərinə doldurmağa və bir də qoyuram qazana, qaynadıram. Gilası bankalara yığmağa başladım. Hava çox isti idi, yağışlı idi. Yağışdan sonra bürcülü hava oldu. Ona görə mən həyətdə etməli oldum. Burada isə gün çox pis təmizdir. Dedim eybi yoxdur. Günəşin şüası, sənin əlin ləzzəti və meyvələrin dadı daha yaxşı olacaq bu kompot deyərəkdən başladım hazırlamağa. Mən kompotların üzərinə bir stəkan pesok əlavə edirəm. Hər kəs evdəkilər yəni deyir ki, çox şirindir. Amma gilasa deyirəm ki, turşdur. Qoy bir stəkan töküm. Əriyə gələndə əriyə deyirəm ki, ərikdir, birdən şirinsi az olar, yaxşı çıxmaz, qıcqırar. Belə hamısına bir stəkan tökəsi oluram. Mənə görə şirin olmur, amma elə deyir, bilmirəm. Biz heyvanı çöldə saxlayırıq. Orada südü sağdıqları zaman istifadə elədikləri qıpı itiriblər, yəni qaba tökmək üçün. Burada mən evdəki qıpı çölə yollamışdım deyə qıp olmadı. Mən də kağızdan belə qıp kimi düzəltdim, elə tökdüm pesoqu. Burada isə sizlərlə hazırladığım pendirin suyunu əlavə eləyirəm. Burada 2 qab idi. Bir dolmadı, onu özümüz üçün götürdüm. Dolu olanı da bacıma qoydum. Və mən yenə bu günlük işimi bitirdim. Yenə axşamdır. Biz axşam yeməyimizi yedik. Axşam gölləsi işlərimi gördüm. Gecə saat 2-də mən banka işimi bitirdim və getdim yatmağa. Dedim sabah duraram, tezdən günəş çıxmamış yerləşdirərəm yerinə. Amma sabah yorğunluqdan ayıla bilmədim tez. Günəş bankaların üzərinə düşürdü. Tez biraz çəkiliş etdim və yerinə yığdım. Bu da mənim 2 günlük əziyyətim. 2 günlük də yox, 3 günlük deyim. Bir gün dərmək, bir gün bağlamaq, bir gün isə yerinə yerləşdirmək. Burada sizlərlə sağollaşıram. Əgər axıra qədər baxdınızsa, bəyəndinizsə, abunə olmağı, like atmağı unutmayın ki, gələn videolarda görüşənədək. Sağ olun, Allaha əmanət olun.